Assalamu aleykum əziz izləyicilər. Bu günləri Kimya Biologiya Təmayüllü Respublika Liseyində LGS təşkil olunmuşdu. Şagirdlər orada iştirak ediblər. Mən indi bu günləri sizinlə onun riyazi məntiq suallarının izahına baxacağam. Gəlin elə 41-ci sualımızdan başlayaq. Bizə deyir ki, 3 dostdan Səma və Banunun yaşlarının hasili 96-dır. Yazaq ki, Səma vur Banu bərabərdir 96-ya. Banu ilə Leyla isə bərabərdir 60-a. Leyla vur Banu bərabərdir 60-a. Bizə deyir ki, bu 3 dostun yaşları cəmi ən az neçə olar? Nə edirəm? Bunları alt-alta bölürəm. Yazıram ki, Səma bölünsün Leyla bərabərdir. 96 bölünsün 60-a. Mənə ən az dediyi üçün bunları tam ixtisar edirəm. Gəlin tam ixtisar edək. 96 ilə 60 hər ikisi də 12 ixtisar gedəcək. Burada qalacaq 5. 96-nı da 12-yə bölürəm, qalacaq 8. Demək ki, Səmada oldu 8, Leylada oldu 5. Gətirib Səmanın yerinə 8 qoyuram, Leylanın yerində 5 qoyuram. Buradan da Banunu tapanda 12-yə ixtisar elədiyim üçün Banu da 12-yə bərabər olmuş olur. Hər ehtimal digər halları da yoxlamaq məqsədə uyğundur təbii ki, amma mən yoxlamağa ehtiyac duymayacağım, çünki doğru cavabımız elə bu şəkildə olacaq. 8, 12 və 5. Alınmış ədədləri gəlin toplayaq. 8, 12 və 5. 17 üstə gəl 5, doğru cavabımız olur 25. 42-ci sualımıza baxaq. 42-ci sualımızda bizdən soruşur ki, qutuların içərisində olan topların rənglərinə görə sayıları verilib. Qutuların hansında qırmızı top nisbəti ən çoxdur? Qırmızı top nisbətinin çox olması üçün biz bütün topların sayı ilə qırmızı topların sayı arasında əlaqə yaratmalıyıq. Baxıram. Burada bütün topların sayı 44, qırmızı topların sayısı 24'dür. Burada bütün topların sayı 46, sarı topların sayı isə qırmızı topların sayısı 25'dir. Burada olacaq bizdə 48, 26, 50, 27, 52, 28. Bütün kəsirləri yazdım. Diqqət eləsəz, kəsirlərin arasındakı fərqlər artır. 20, 21, 22, 23, 24. Əgər kəsirlərin arasındakı fərqlər artarsa, o zaman arasındakı fərq ən az olan kəsir ən böyükdür. Yəni bu kəsir bu kəsirdən, o bundan, bu da bundan böyükdür. Yəni ən böyüyü A'dır, sonra B'dir, sonra C'dir, sonra D'dir, sonra da Y'dir. Bu səbəbdən doğru cavabımız olacaq A variantı. Növbəti olaraq diqqət eləsəz, burada qırmızı ilə sarının hamısının arasındakı fərq 4'dür. Diqqət eləyin, hamısında 20-24 fərq 4'dür, 21-25 fərq 4'dür, 22-26 fərq 4, 23-27 fərq 4, 24-28 fərq 4. Bunu boşuna verməyiblər. Aralarındakı fərqin 4 olması yolu ilə də biz çıxsaq, buradan doğru cavabın A olduğunu görə bilərik. Sadəcə bu cür düşünə bilməyəndə şagird bu cür düşünə bilər. Növbəti olaraq baxıram 43-ə. Bizə deyir ki, Malik bacısına ad günündə aşağıda ölçüləri verilən kuboid formasına oyuncaq hədiyyə eləmək istəyir. Hədiyyəni bir üzünün sahəsi 450 kvadrat metr olan kağıza bükmək istəyir. Bu kağızla oyuncağın ən çox neçə üzünü tam örtə bilər? Kağızı örtəndə biz bilirik ki, burada bizdə 6 üz var. Və mən 6 dənə üzdən sahəsi ən az tutanları ən birinci plana salmalıyam. Sahəsi çox tutanları isə axıra salmalıyam. Bir-bir gəlin sahələri yazaq. Onsuz da cəmi 3 dənə sahə var. Onlar da cüt-cüt eynidir. Məsələn, qabağı ilə arxası eynidir, yuxarısı ilə aşağısı eynidir, sağı ilə solu eynidir. Yazaq S1, S2, S3. 3 dənə sahə yazaq bura. S1, S2, S3. Birincisində gəlin enimizi uzunluğumuza vuraq. 5'i 15'e vuram 75. İkincisində enimizi hündürlüyümüzə vuraq. Üzr istəyirəm, enimizi uzunluğumuza vursaq 8'i 15'e vurmalıydım. Eyb yox, gəlin onu indi vuraq. 8'i 15'e vuranda 80 üstə gəl 40, 120. Və sonuncusu, demək, hündürlüyümüzü uzunluğumuza vurduq. Bu dəfə də enimizi hündürlüyümüzə vuraq. 8'i 5'e vururam 40. Hamısını yazdım. En vur uzunluq, en vur hündürlük, hündürlük vur uzunluq. Hamısını yazdıq. İndi biz əgər burada kağızı bükəcəksə, mən götürərəm 2 dənə 75'i, 2 dənə 40'ı bükərəm. Yəni birinci 40'ları bükürəm, 2 dənə 40, 80. Üstə gəl. 2 dənə 75 bükürəm, 150. Bunu topladım, artıq bizdə neçə elədi? 230. Əlavə bir dənə də 120 götürürəm. Bu elədi bizdə 350.
Artıq növbəti 120-ni götürə bilmirəm. Növbəti 120-ni götürsəm 470 eləyir. Məndə də 470 yoxdur, 450-dir. Demək ki, mən 5 dənə üzü tam şəkildə örtə bilirəm. Çox rahat sual idi. 44-cü sualımızda bizə deyir ki, toplama əməlində hərflər müəyyən rəqəmləri əvəz edir. Buna görə bu fərq ən çox neçə olar? Yazaq 8AB çıx 3BA. Bizə lazımdır ki, bu fərq böyük bir ədəd alınsın. Bu fərqin böyük bir ədəd alınması üçün A ilə B-ni necə seçməliyəm? Biz bilirik ki, nə qədər böyük ədəddən, nə qədər kiçik ədəd çıxarıqsa, fərqimiz o qədər böyük olar. Yəni, bizim azalanımız çox olmalıdır, çıxılanımız isə az olmalıdır. Demək ki, burada 8 çoxdur, A da çox olmalıdır. A-ya çox verməliyəm. B-yə isə tam tərsinə az verməliyəm. A-ya çox, B-yə az verməliyəmsə, onda A-ya 9 verərəm, B-yə də 2 verərəm. Gəlin yazaq. Olacaq 892. A-ya 9 verdim, B-yə 2. Çıx 329. 12-dən 9 çıxıram 3. 8-dən 2 çıxıram 6. 8-dən 3 çıxıram belədir. 563 doğru cavabımız oldu C variantı. Yəni nə qədər yuxarıdakı ədədin böyük olarsa, təbii ki, fərq o qədər böyük olmuş olacaq. 45-ə baxaq. Bizə deyir ki, bu rəqəmlərdən istifadə olunaraq yazıla bilən tam hissəsi 2 rəqəmli olan müxtəlif rəqəmli ən böyük onluq kəsirlə ən kiçik onluq kəsirin cəmi neçə olar? Bizə lazımdır ki, tam hissəsi 2 rəqəmlərdə də olsun, müxtəlif rəqəmli olsun, ən böyük olsun. Ən böyüyünü düzəltmək üçün ən böyük rəqəmlərdən istifadə edirəm. Birinci 5, daha sonra 3, sonra 2, sonra 1, sonda da 0 yazılmaz, amma fərz edək ki, sona da 0 qoymuşam. Bu ən böyüyüdür. İndi ən kiçiyini düzəldək. Bu zaman, əgər tam hissə 2 rəqəmlə də olmalıdırsa, mən 0-1 yaza bilmərəm. 0-1 yazsam, tam hissə 1 rəqəmlərdə də olur. Sadəcə 1-dən ibarətdir. Çünki öndə 0 yazılmaz. Ona görə mən 0-1 yaza bilməyəcəyim üçün, ümumiyyətlə də 0-la başlaya bilməyəcəyim üçün 1-lə başladıram. 1-lə başlatsam, yaza biləcəyim ən kiçik nədir? Təbii ki də 10. Ona görə yazacağım 10 tam, qalanını da düzürəm artan sırayla. 2, 3, 5. Bizdən bunların cəmini istəyir, toplayaq. 5, 4, 4, 3, 6. 63-dən 1000-də 445. Doğru cavabımız olacaq C variantı. 46-ya baxaq. Bizə deyir ki, bu ədədimiz 7 rəqəmli, bu ədədimiz isə 4 rəqəmlidir. Verilən bölmə əməlində natamam qismətlə qalığın hasili NK aşağıdakılardan hansına bərabər olar? Sadəcə böləcəyik. Baxın, ABCD-nin içində ABCD düşür bir dəfə. Yazıram bura ABCD və bunu çıxıram. Bu yerdə qalan 0 AB-nin içində ABCD yoxdur. Həmin bu sıfıra görə 1 0 düşür, bu A-ya görə 1 0 düşür, bu B-yə görə də 1 0 düşür. Daha sonra isə bu AB-də düşür aşağı K-nın yerinə. Yəni bizdə N bərabər oldu 1000-ə, K da bərabər oldu AB-yə. AB-ni də 1000-ə vuranda AB-nin arxasına 3 dənə 0 düşür. Doğru cavab olur D bəndi. Bu çox sadə bir sualdır. Özünüzdən ədəd götürüb də rahatlıqla tapa bilərsiniz. Gəlin lap özümdən ədəd götürürəm. 1, 2, 3, 4 götürəcəm. 1, 2, 3, 4, 0, 1, 2. Bölürəm 1, 2, 3, 4-ə. Nə olacaq onda? 1234-ün içində 1234 bir dəfədir. Gəlin çıxaq. 0. Buradakı 0, 12-ni neynəyəcəksən? İçində yoxdur deyə bu qalıq olacaq 12. Və bu 0-a, 1-ə və 2-yə görə də bunun arxasına 3 dənə 0 düşəcək. Uşaqların ən çox çaşdığı şey nə əcəbsə budur. Bir-birinə vurduğum zaman da cavab alınacaq 12.000. Yəni AB arxasında 3 dənə 0. Bitdi. Gördüyünüz kimi çox asan bir sualdır. Növbəti suala baxaq. Şəkildə verilən odunun yarısı 8 bərabər hissəyə, digər yarısı isə 5 bərabər hissəyə bölündü. Böyük hissələrdən hər hansı biri ilə kiçik hissələrdən hər hansı biri arasındakı uzunluq fərqi 9-dur. Buna görə odunun uzunluğu neçə metrdir? Demək, odunun yarısını tapaq. Özümdən gəlin belə eləyək. 8 hissəyə böləcəm, burada 5 hissəyə böləcəm. Onda mən odunun uzunluğunu elə bir ədəd götürürüm ki, həm 8-ə, həm 5-ə bölünə bilsin, 40 olsun. Amma hərəsi 40-40 düşsün. Yəni bütöv odunu 80x götürürəm. İndi tən ortadan bunu bölsəm, burada düşəcək 40x, burada düşəcək 40x. 40-ı 8 dənə bərabər hissəyə bölsəm, 8 dənə yerə bölsəm, 7 dəfə kəsilir, bura 7 dəfə. Və 8 dənə bərabər hissəyə bölündüyü üçün hərəsi 5x olur.
Burada da 5 bərabər hissəyə bölündüyü üçün hərəsi 4 dəfə kəsilir və hərəsi 8x olur. Bizə də deyir ki, böyük hissələrdən biri ilə kiçik hissələrdən biri, yəni 8x-dən 5x-i nəzərdə tutur. Bunların fərqi 9-dur. Yəni 8x çıx 5x 9-dur. 3x 9-dur. X 3-dür. Odunun uzunluğunu tapsaq, 83-ə vururam, alınır 240. Tələsib cavabda deyəcəydim 240 seçmirik, amma cavabda 240 yoxdur. Çünki biz bayaqdan da santimetrlə işləyirik. Bizdən cavabı metrlə istəyirdi. Santimetrdən metrə keçəndə 100-ə bölürük. 240-ı da 100-ə böləndə cavab alınır 2,4. Yəni doğru cavabımız olacaq A bəndi. Keçək növbəti səhifəmizə. Bizə deyir ki, 8 paket süd ilə 12 ədəd şokoladın ümumi qiyməti 45 manatdır. Bu məlumatlardan istifadə edərək aşağıdakılardan hansının qiymətini hesablamaq mümkün deyil. 8 paket 12 ədəd də şokolad. Bizə deyir ki, 4 paket 6 ədəd şokolad. 2-yə bölsəm 4 paket 6 şokoladı tapa bilərəm. Düzdürmü? 8 paket 12 şokoladı 2-yə bölsəm geriyə qalacaq 4 paket 12 şokolad. 6 şokolad tapa biləcəm. Yəni A variantı çox da rahat tapılır. A deyil. B variantı 12 paket 18 şokolad. 8-dən 12-ni necə alaram? 8-dən 12-ni almaq üçün birinci götürərəm, 2-yə bölərəm, 4 alınsın. Sonra da 3-ə vuraram. Baxaq, 12-ni də 2-yə böləndə 6 eləyir, 3-ə vuranda 18. Demək, 2-yə bölüb 3-ə vursam, buranın böyrünə yazaq, bax, 2-yə böləndə bu alınır. 2-yə bölüb 3-ə vursam da bunu tapa bilərəm. 8-dən 12 hər ikisi 2-yə bölünər, alınan cavab da 3-ə vurular, 12 paket 18 şokolad alınır. C variantına baxaq. 24 süd, 24 şokolad. İkisini də eyni verib diqqət edirsiniz. Təbii ki, mümkünsüz. İkisini də eynisini necə tapa bilərsən sən? Ayrı-ayrı axı sən südlə şokoladın qiymətini bilmirsən. Sən təbii ki, ona görə götürüb 24 südlə 24 şokoladı tapa bilməzsən. Yanlışımız elə C variantındadır. D variantına baxaq. 16 paket süd, 24 ədəd şokolad. 2-yə vurmaqla bunu tapa bilərik. Təbii ki, 45-i vuracam, 2-yə tapacam. Burada hər şey tapıldı. C variantından başqa. Bu da çox sadə sual idi. Növbəti. Osmanın kompüterinin şifrəsi rəqəmləri müxtəlif 4 rəqəmli bir ədəddir. Yüzlüklər və təkliklər mərtəbəsindəki rəqəmlər uyğun olaraq 5-dən 6-dır. 4 rəqəmli bir ədəd qoyuruq. 1, 2, 3, 4. Təklik, onluq, yüzlük, minlik. Bizə deyir ki, yüzlük və təklik uyğun olaraq 5-dən 6-dır. Yüzlüyümüz 5-dir, təkliyimiz 6-dır. Osman şifrəni unutsa da, bu şifrənin 4-ə və 9-a tam bölündüyünü xatırlayır. Ən az neçə cəhdə kompüteri mütləq aça bilər. Mütləq şəkildə 4-ə bölünürsə, bizdə burada yazılan ədəd, yəni onluqda yazılan ədəd nələr olmalıdır? Biz bilirik ki, mütləq şəkildə onluqlar mərtəbəsində yazılan ədəd elə bir ədəd olmalıdır ki, son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünsün. Yəni onluqlar mərtəbəsinə 1 yaza bilərəm, 16 eləsin, 3 yaza bilərəm, 36 eləsin, 5 yazaram, 56 eləsin, 7 yazaram və 9 yazaram. 4 dənə ehtimal var. Biz buradan 5-i qoya bilməyəcəyik. Çünki rəqəmləri müxtəlif deyir bizə şərtdə. Müxtəlif 4 rəqəmli. Rəqəmləri müxtəlifdir. Amma bizim yüzlüklər mərtəbəmizdə artıq 5 var idi. 5 ehtimalı getdi. Geriyə qaldı bizdə 1, 3, 7, 9. Bunlardan birini qoymalıdır. Əgər mən bura 1 qoysam, 5-in üstünə 1 gəlirəm 6, 6 üstünə 6 gəlirəm 12. 12-in üstünə 6 gələndə 9-a bölünür. Gərək burada 6 yazım. Axı olmaz, müxtəlif rəqəmli olmadı. Demək ki, 1 də yaza bilmərdim. 1 yaza bilməzdim, çıxdım onu. 3 qoyuram. 5-in üstünə 3, 8, 8-in üstünə 6 gəlirəm 14. 14-ün üstünə neçə gələndə bizdə alınan cavab 9-a bölünür 4 gələndə. Bu birinci ehtimaldır. Birini tapdıq. Bir dənə cəhd hazırdır. Bu birinci cəhddir. Başqa olmaz. Bu hələ ki birinci cəhdi. 3-ə görə biri cəhd alındı. 7 qoyaq indi. 7-in üstünə 5 gəlirəm 12, 12-in üstünə 6 gəlirəm 18. 18-ə görə bizi burada 4 rəqəmli bir natural ədəd yazmalıyıq. Biz başlığına 0 yaza bilmərik. 18. Məcbursan 9 yazasan ki, 18-in üstünə 9 gəlsin, 27 eləsin. Bu səbəbdən 7 ilə də bir dənə hal çıxdı bizdə. Yəni heç bir problem yoxdur. 7, 9 yazmaq olar. Buradan da bir dənə hal çıxdı. 9 qoyaq. 9-un üzərinə 5 gəlirəm 14, 14-ün üstünə 6 gəlirəm 20. 20-nin də üzərinə neçə gəlsəm, məndə bölünəcək 7 gəlsəm. 27 9-a bölünür. Həqiqətən də rəqəmlər müxtəlif oldu. Bir dənə də cəhdə burada tapdım. Ümumi 1, 2, 3. 3 dənə cəhdə mən tam şəkildə kompüteri aça biləcəyimə əmin ola biləcəm.
Yenə təkrarlayaq. 1-i niyə görə qoymadım? Çünki rəqəmləri müxtəlif olmadı. 5-i niyə görə qoymadım? Rəqəmləri müxtəlif ən başdan olmadı. Heç yoxlamağa da ehtiyac yoxdur. Digər ədədlərin hər birisi uyğun idi və mən ona uyğun olaraq da onluqlar və minliklər mərtəbəsində ədədləri yoxlayaraq tapdım. Doğru cavabımız olacaq 49-da A bəndi. 50-ci sualımıza baxaq. Şəkildə verilən düzgün çoxbucaqlıların bütün tərəfləri bərabər uzunluqda, perimetrləri bir-birinə bərabərdir. Əla. Eyni zamanda bu çoxbucaqlıların bütün tərəfləri tam ədədlərdir. Buna görə çoxbucaqlardan hər hansı birinin perimetri hansı ola bilməz? Bizə deyir ki, bütün tərəfləri bərabərdir. Yəni bunlar hamısı düzgün çoxbucaqlılardır. Düzgün 5 bucaqlı, düzgün 6 bucaqlı, hamısı yəni düzgündür. Bunun neçə tərəfi var? 5. Demək ki, bunun tərəfinə mən bir ədəd yazanda, bunun perimetri 5-ə bölünən bir ədəd alınacaq. Bu ədəd 5-ə bölünməlidir. Neçə tərəf var? 1, 2, 3, 4, 5, 6. Demək ki, bunun perimetri 6-ya bölünən bir ədəddir. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8 bucaqlıdır. Demək perimetri 8-ə bölünən ədəddir. Demək ki, bizim perimetrimiz həm 5-ə, həm 6-ya, həm də 8-ə bölünməlidir. 120 5-ə bölünür, 120 6-ya bölünür və 120 8-ə də bölünür. Demək 120-ni silirik. 120 bölünürsə 5, 6-ya, 8-ə, təbii ki, onun 2 misli olan 240-da bölünür. Və təbii ki, onun 3 misli olan 360-da bölünür. Amma 420 problemdir. 420 5-ə bölünəcək. 420 6-ya bölünəcək. Amma 420 8-ə bölünmür. Ona görə bu bizdə sıxıntıdır. Doğru cavabımız bu səbəbdən D variantıdır. Bu da əslən qalsa çətin sual deyil. İndi deyəcəksiniz, müəllimə hər şey deyir ki, çətin sual deyil. 51-ci sual tipini biz olduqca çox görürük. Keçən illər çox istifadə olunurdu. LGS-lərin içərisində olduqca çox sual tipi var buna aid. Və biz bilirik ki, bu tipli suallarda birdən başlayaraq ədədləri cəmləmək lazımdır. O cəmə qədər gəlirik ki, məsələn, tutalım deyirəm, 1-dən 14-ə qədər ədədləri toplayanda alınır 105 ya da 105 alınır, elə deyəsən 105 götürməyək. Məsələn, 115 alınır. Növbəti dəfə sən 15-ci ədədi məcbursan 5 götürərsən ki, toplayanda 120 eləsin. Axı 5-ə əvvəldə istifadə eləmirsən. Onda biz artıq sonuncu ədədi 14 götürmürük də, 14 ilə 5 toplayırıq, 19 götürürük sanki. Bu tipdə gəlirik. Yəni, birdən başlayaraq ardıcıl ədədləri düzürük, sonuncu ədədə ona uyğun edirik. İndi mən Tavafikanın 14 dedim, amma 14-ə qədər ədədlərin cəmi zaten 1-dən 14-ə qədər ədədlərin cəmi necə tapılır? 14 vur 15 böl 2. 7-ni də vururam 15-ə, doğru cavabımız eləyir 105. Sonuncu ədədimiz də elə 15-dir. Həqiqətən də 1-dən 15-ə qədər ədədləri toplasaq, 1 nöqtə topla 15. Bu bizdə eləyəcək 15 vur 16 bölünsün 2. Yəni 120. Buradan da bu nəticəyə gəlirəm ki, bizdə ən çox neçə rəfə yerləşdirmək olacaq? 15 dənə rəfə. 1, 2, 3, 4, 5 və bu qaydada yerləşdirəcəyik. 15-ə qədər artacaq. 52-ci tipli sualda siz çox görmüsünüz. Bu tipli suallarda elə variantla işləmək ən gözəldir. Şagird D yazıb, gəlin bizə D variantını yazaq. Çıx, vur, çıx. Ən çox çaşdırılan hissə birinci vurma həll olunmalıdır. 2-ni 8-ə 16, 32-dən 16 çıxıram, eləyir 16, 16-dan da 8 çıxıram, 8. Həqiqətən də cavab olacaq D bəndi. 53-ə baxaq. Ağır çəkidən əziyyət çəkən Seymura həkimi hər gün 6,6 kilometr gəzməli olduğunu tapşırıb. Qoluna taxdığı ağıllı saatda onun bir gündə neçə addım atdığı görünür. Bir addımının uzunluğu 0,75 metrdir. Saatda görünən addım sayına görə həkimin tapşırığına əməl etməsi üçün Seymur ən az neçə addım daha atmalıdır? Mən baxıram ki, bu ümumi 6,6 kilometr gəzməlidir. Diqqət eləsəz, burada isə cavablarda metrlə verib. 0,75 metr. Onda gəlin biz burada kilometrdən metrə keçək. Kilometrdən metrə keçsəm, 1 kilometrimiz 1000 metrdir. Bu biz eləyəcək 6600 metr. Yəni mən ümumi 6600 metr qaçmalıyam. Və bizə deyir ki, hər bir addımı bu qədərdir. Onda baxaq görək 6600-ün içində 0,75 var. Bölürəm 0,75-ə. 4-də 3-ə bölmək nə deməkdir? 3-ə bölüb 4-ə vurmaq. 3-ə böləndə 2200 eləyir, 4-ə vuranda da 8800. Ümumi 8800 addım eləyəcək. O atıb 7325. Bizə lazımdır 8800. Bunun üçün 8800-dən 7325 çıxırıq. O da eləyir bizdə 1475. Doğru cavabımız olacaq A bəndi. Keçək növbəti suala. Bizə deyir ki, A, B, C, D sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. Buna görə bu fərqin ala biləcəyi ən böyük qiymət neçə olacaq?
Baxaq, sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. Bizim bilirik ki, fərqimiz çox olmalıdır. Fərqin çox olması üçün biz bilirik ki, azalan çox olmalıdır, çıxılan az olmalıdır. Azalanın çox olması üçün surəti böyüdəcəm, məxrəci də kiçildəcəm. Digərində isə fərqin az olması üçün məxrəci böyüdəcəm, surəti kiçildəcəm. Onda məxrəci böyütsəm 8 götürərəm, surəti də kiçiltsəm 2. Yəni bizdə alınacaq 9 çıxılsın 4-də 1. Bu da eləyəcək bizdə 8 tam 4-də 3. Yəni 4-də 35. Ala biləcək ən böyük qiymət 4-də 35 C variantı olacaq. 55-ci sualımız da çox sadədir. Deyir ki, Lalə fikrində bir ədəd tutub və həmin fikrində tutduğu ədədi bizə göstərmək üçün fəza fiqurlarından istifadə edib. Gördüyünüz kimi piramida var, konus var, silindir var, prizma var. Bizə onların təpələrini sayı lazımdır. Birinci fiqurumuz piramidadır. Neçə dənə təpəsi var? 4 dənə. İkincisində konusdur, bir dənə təpəsi var. Silindirin təpəsi yoxdur. Silindirdə yuxarısı da aşağısı da dairədir, orada təpə yoxdur. Növbəti prizmadır. 3 dənə burada, 3 dənə də arxadadır. Ona görə 6 dənə və sonuncusu yenə piramida, 5 dənə təpəsi var. Aldığımız bu ədədi, yəni 41.065-i 5-ə bölürük. O da alınır 8213. D variantı. Yəqin ki, bunu səhv yazan şagird çıxmaz. 56. Aşağıdakı qutularda yazılan hər hansı ardıcıl 3 xanadakı ədədlərin cəmi 100-dür. Buna görə A-nın qiyməti neçədir? Bunun da sizə yolunu öyrətmişik. Bu sual tipi keçən il qəbula da düşüb. LGS-lərində arasında var. Bu iki ədədi toplayırsınız. Üçüncü ədəd bunların sonra alınan ədəddir. 25-dən 55-i toplayırsan 80, 100-dən 80 çıxırsan 20. Demək, növbəti ədəd istifadə olunan ədəd 20-dir. İndi sən bu ədədləri ilə qruplaşdır ki, gəlsin, axırda bizə düz gəlsin. Yəni, buradakı 3 ədəd 100 eləyəcək, buradakı 3 ədəd 100 eləyəcək, buradakı 3 ədəd 100, buradakı 3 ədəd. Hər dəfə belə gəldiksə cavab 100 eləməlidir. Bir nöqtədən başlayaq. 25-dən sonra 55-dən 20-də qoya bilərəm. 20 ilə 55-də qoya bilərəm. Mən birinci 20 qoyacağım, sonra 55. Sonra yenə 25, 20, 55. 25, 20, 55. 25, 20 olmalıydı, düz gəlmədi. Demək, olmadı bu 20 ilə. 55 ilə gedək. 55, 20, 25, 55, 20, 25, 55. Həqiqətən də hardan tutsaz, hamısında 25, 55, 20, 25, 55, 20, 25, 55, 20. Hamısı belədir. Bizə də lazımdır A-nın qiyməti. A da buradadır, 55 olacaq. Doğru cavab D bəndi. 57. Bu da sadə bir sualdır. 3 dənə eyni bir ədəd toplayanda görürsünüz ki, 2 alınıb. Burada da 3 dənə eyni ədəd toplayanda axırda 20 verib bizə. Təbii ki, burada A-lar 3 dənə eyni ədəd toplayım 20 eləsin deyil. Yadda qalan var və yadda qaldığı üçün 20 eləyib. Biz də buradan məntiqlə düşünəndə tapa bilərik. Yadda uzağı neçə qala bilər 3 dənə ədədi toplayanda? Maksimum 9, 9, 9, 27. Yadda 2 qala bilər. Ondan artıq onsuz da qalmır. 1 qalsa 3 dənə ədədin cəmi 19 eləməz. Bir yadda qalsın 20 eləsin. Ancaq 18 eləyə bilər. Demək, A-mız 6-dır. A-nı dəqiqliyi ilə 6 tapa bilərəm. Bəs S neçədir? 3 dənə ədədi toplayırsan, cavab 2 eləyir. 4 ola bilər. 4-ü vurursan 3-ə 12 eləyir. Başqa görək nə var? 8, 9, 4. Başqa yoxdur. Bir dənə 4 var. 4-ü götürüb qoyaq. Onda bizdə A olacaq 6, S də olacaq 4. Onda A-mız 6, S-miz 4-dürsə, 4-ləri toplayıram 12, 2 yazıram 1 yadda. B, D, Y-ni toplayanda 11 eləməlidir ki, daha doğrusu 11 yox, 2 yadda qalıb 21 eləməlidir ki, yəni A, D, üzr istəyirəm, B, D, Y-nin cəmi, B, D və Y-nin cəmi bizdə 21 eləməlidir ki, bir də yadda 22 yadda. 6-ları toplayaq, 2 də yadda 20 eləsin. Yəni biz B, D, Y-ni bilmirik. Bu bizdə A-dır, bu da bizdə C-dir. B, D, Y-mizdə cəmi 21 olan ədədlərdir. Bizə deyir ki, müxtəlif hərf müxtəlif rəqəmi ifadə edir. 4 dənə 6-nı istifadə edə bilmərəm. Başqa görə 3 dənə hansı ədəd toplayanda 21 ala bilərəm. Bizə lazımdır ki, cəmimiz az olsun. A-mız 6-dır artıq, S-miz də 4-dür. Cəmin az olması üçün toplananlar da az olmalıdır. Yəni B ilə D-yə az verməliyəm, əvəzində Y-yə çox verməliyəm. Onda Y-yə verirəm 9. Qaldı geriyə 12 cəm. İndi B ilə D-dən B-yə daha az verməliyəm. Çünki 6-ya vurulubsa, bacardığım qədər çalışmalıyam ki, böyük vurğun yanına kiçik ədəd düşsün. Onda nə verək? Verə bilərəm burada, məsələn, 5. 5-dən 7.
1 də verə bilərəm. Gəlin elə 1 verək. Yox, 1 verənmərəm. Onda gərək digəri 11 olsun axı. 2 də verənmərəm, 3 də verənmərəm. 3 versən 9 eləyər, eyni rəqəm alınar. 4 də verənmərəm, S4-də elə 5 olur. Avtomatik elə düz yazmışam. Yəni belə deyək də, B-yə 1 verənməzsən, D yoxsa 11 eləyər. 2 verənməzsən, D 10 eləyər. Axı rəqəmdir. 3 verə bilməzsən 9 eləyər. Y-yə 9 vermişik. 4 verə bilməzsən, yuxarıda S var 4. Məcbursan 5 verməyə. Buna 5 versək, burada qalacaq 7. Olacaq onda 6 vur 5, 30, 4 vur 7, 28. 30-un da üstünə 28, cavab edir 58 cavabındır. Növbəti ilə 58-ə baxaq. Bizə deyir ki, bu 3 rəqəmli, bu da 4 rəqəmli ədəddir. Müxtəlif hərflər müxtəlif rəqəmləri ifadə edir. Bunu vuranda PQR hasilini tap. Baxıram. Q-nu Q-ya vuranda təzən Q qalıb. Eyni bir ədədləri bir-birinə vuranda təzən eyni qalırsa, bu deməkdir ki, bu ya 5-dir, ya 0-dır. Rəqəmlər 0 ola bilər, 1 ola bilər, daha sonra 5 ola bilər, 6 ola bilər. Yəni 0, 1, 5, 6. Yəni bunlardan biridir. Daha sonra baxıram ki, PP 2 rəqəmli, 2 dənə eyni bir rəqəmdir. Vurmuşam 4 rəqəmli ədəd alınıb. Aha. Bir rəqəmli ədəd kimi 0 götürə bilməyəcəm. Çünki Q-yə 0 verə bilmərəm. 0-a vururam, yəni ədədi. 1 götürə bilmərəm. Çünki 1-ə vursaq, hansı ədəddə 1-ə vursan, gəlib 4 rəqəmli ədəd alınmır. Çünki bu 3 rəqəmli ədəddir axı. 1 də getdi. Qaldı bizdə 5-dən 6. Ya 5-dir, ya da 6-dır. Gəlin alt-alta yazaq. PPQ vur Q. Alınmalıdır RQ 7Q. Özümdən Q-ya götürdüm. Hal-hazırda 5. Hələ ki fikrimdə 5 tutdum. Da belə olacaq. 5-i 5-ə vururam 25, yazıram bura 2 yadda. İndi baxaq. 5-i neçəyə vursam 2 də yadda gəlib 7 alınar. 3-ə vursam 15 eləyər, 2 də yadda 7 alınar. Onda 3-ü 5-ə vuranı burada yaxşı görsənmə də artıq. Belə yazaq. Aha. 5-i 5-ə 25, 5 yazıram, 2 yadda, 3-ü 5-ə 15, 2 də yadda 17, 1 yadda, 3-ü 5-ə 15, yenə 1 yadda 16. Gəldi burada bizə Q-nun yerinə 5 düşmədi, 6 düşdü. Demək 5 olmazdı. Bu səfər 6 qoyaq. Yəni bu səfər 6 qoyaq, elə hesablayaq. 6. 6-nı 6-ya vuram 36. 6 yazıram 3 yadda. İndi 6-nı neçəyə vursaq 3 də yadda 7 eləyər. 4 ilə qutarmalıdır. Demək 6-nı 4-ə vuracam. 24, 3 də yadda 27. 2 yadda. 6-nı 4-ə vururam. 24, 2 də yadda 26. Hamısı hazırdır. Bizə lazımdır PQR hasili. P'miz 4'dür, Q'muz 6'dır, R'miz də 2'dir. 8 vur 6 doğru cavab 48. Son 2 sual. Aşağıdakı sıra ilə düzülən futbolçulardan ikisi öz aralarında yer dəyişdirir. Bu zaman soldan sağa doğru futbolçuların formaları üzərindəki rəqəmlərin əmələ gətirdiyi 5 rəqəmli ədədin miqdarı 9900 vahid artış göstərir. Hansı iki futbolçu yer dəyişməlidir? 9900 vahid artış var bizdə. Baxıram, bax, mən buradakı ədədlərə. 9900 artım olmalıdır. Təbii ki, mən götürəcəm. Bu ədəddən 9900 çıxacam. Görəcəm hansı ədəd alındı. Həmin ədəddə hansı rəqəmlərin yeri dəyişikdirsə, cavab da odur. Yazaq. 64785 çıx 9900. Amma artış göstərib deyirə, toplayırıq. Bundan artdı 9900. Görək artıb neçə oldu? 5, 8, 16, 1 yadda, 13, bir də yadda 14, 1 yadda 7. Baxın, diqqət edin, 7 ilə 4, bir də 6. Bax, bu 3 dənə rəqəm yerini dəyişdi. 4 olduğu kimi qalıb, üzr istəyirəm. 4 olduğu kimi qalıb, 6 ilə 7 yerini dəyişdi. 6 ilə 7 də Ömərlə Samirdir. Ömərlə Samir yer dəyişəcək. Cavab bax, bu da asan sual idi. Jalə dəftərinə 999 rəqəmli ən kiçik natural ədədi yazdı. Bu ədəddən 1 çıxdı. Sonra da 4-ə böldü. Qalıq neçə alınır? 999 rəqəmli ən kiçik natural ədəd nədir? 1 arxasına çoxlu 0, 0, 0, 0, belə sıfırlar. İndi bundan 1 çıxanda nə olacaq? 99999, düzdür? Məsələn, 100-dən 1 çıxanda nə alınır? 99. Yəni, ancaq 9-lar alınacaq. 999 dənə 9 alınacaq. Bunu da 4-ə bölsək, son 2 rəqəmini 4-ə bölməyimiz kifayətdir. Yəni, sadəcə 99-u 4-ə bölməyim kifayətdir. Burada da düşür 24, qalıq 3. Yəni, doğru cavab olacaq, qalıq 3 cavabdır. Bitdi. Üzürlü hesab edərək sizdən
Üzr istəyirəm ki, mən olduqca çox yorğun bir vəziyyətdə bütün sualları izah elədim. Ona görə hardasa xətam olmuş ola bilər. Əgər xəta etmişəmsə, zəhmət olmasa, şərh bölməsində bildirərsiniz. Mən də onu sabitləyərəm ki, hər kəs görsün. Sadəcə şagirdlərim çox həyəcanlı olduğuna görə mən tez bir zamanda çalışdım ki, videonun izahını yüklüyüm bu yorğunçuluğun içərisində. Ümid edirəm ki, nəinki öz şagirdlərimə, bütün şagirdlərə faydalı olmuşdur. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.